deməli, xətti bərabərsizlik, kvadrat bərabərsizlik, intervallar üsulu, bunların hamısından bir yada salaq. Xətti bərabərsizlik, bərabərsizlik xassələri, bunlar asan anlayışlar idi, amma yenə də bir xatırlayaq görək ki, nələr idi. Bərabərsizliyin 59 üzərindən göstərilməsə, bunları demirəm, bunlar sadə şeylərdir, bunları yəni ki, burada bilməyən yoxdur. Rahil, elə-belə baxıram, yəni demirəm bilmirsən. X böyükdür 3-ü, aralıqla necə yazırıq? 59-u necə göstəririk? Bəli. Yəni, x 3-dən böyükdürsə, 3-dən sağdakı ədədləri göstərir, 3-dən müsbət sonra. Yəni, bunları birlikdə filan yayınlamışım. Yəni, bunlar sadə anlayışlardır, ona görə bunlar. Məsəl üçün, 59 üzərində nöqtənin içini doldururlarsa, həmin nöqtəni daxildir götürürük, boşdursa götürmürük. Yəni, bunu aralıq şəklində yazanda -2, 8 aralıq olmuş olur. Yəni, bu anlayışlar üçün vaxt itirməyək. Ədədi bərabərsizliyin xassələri. Ədədi bərabərsizliyin xassələri dedikdə, məsələn, A ədədi B ədədindən kiçikdirsə, biz bilirik ki, bərabərsizliyin hər iki tərəfinə eyni bir ədədə əlavə etdikdə və ya çıxdıqda bərabərsizlik işarəsi dəyişmir. Yəni, biz bunun hər iki tərəfinə hər hansısa bir C ədədini əlavə etsək və yaxud çıxsaq bərabərsizliyin işarəsi olduğu kimi qalır. Digər, bərabərsizliyin hər iki tərəfini eyni bir müsbət ədədə vurduqda və ya böldükdə yenə bərabərsizliyin işarəsi dəyişmir. Yəni, C müsbət ədəddirsə, biz o verilən bərabərsizliyin hər iki tərəfini bu C-yə vursaq və ya hər iki tərəfini bu C-yə bölsək, yenə bərabərsizliyin işarəsi dəyişməz. Üçüncüsü, əgər bu C mənfi ədəd olarsa, onda bərabərsizliyin hər iki tərəfini eyni bir mənfi ədədə vurduqda və ya böldükdə bərabərsizliyin işarəsi əksinə dəyişir. Sonra, tutaq ki, A və B eyni işarəli ədədlərdir. Eyni işarəli, yəni ikisi də müsbət və ya mənfi, fərq yoxdur. Onda A B-dən kiçikdirsə, 1/A 1/B-dən böyük olur. Yəni, A və B eyni işarəlidirsə, müxtəlif işarəlidirsə, onsuz da 1/ yazanda da yenə mənfi olan müsbətdən kiçik olacaq. Amma ikisi də müsbət və ikisi də mənfidirsə, bu zaman onları 1/ yazdığımız zaman, məsələn, göstərim nə demək istədiyimi, bax, bunu demək istəyirəm. Yəni, eyni işarəlidirlərsə, hər ikisini tərsinə çevirib 1/ yazanda işarə əksinə dəyişəcək. Sonra, eyni işarəli bərabərsizlikləri tərəf-tərəfə toplamaq və vurmaq olar. Yəni, A ədədi, burada da yenə nəzərə alınır ki, A, B, C, D, tutaq ki, müsbət ədədlərdir. A, B-dən, C, D-dən kiçikdirsə, onda biz bunları tərəf-tərəfə toplayaraq A üstəgəl C-nin B üstəgəl D-dən kiçik olduğunu və yaxud tərəf-tərəfə vuraraq A vur C-nin B vur D-dən kiçik olduğunu deyə bilərik. Bunlar ədədi bərabərsizliyin xassələridir. Misal həlli zamanı biz bunlara istinad edirik, lazım olduqsa. Məsələn, bu xətti bərabərsizlik onsuz da yəqin ki, hamının bildiyi misallardır. Biz bu bərabərsizliyi həll eləmək üçün keçirtdik məlumlar bir tərəfə, məchullar digər tərəfə. Buradan aldıq -2x kiçikdir 20, x də böyükdür. Çünki biz x-i tapmaq üçün hər tərəfi -2-yə bölürük deyə işarə dəyişdi və ya xassələrdə vuruladıq ki, hər tərəfi eyni bir mənfi ədədə vurduqda və ya böldükdə işarə əksinə dəyişir. -2-yə böldüyüm üçün işarə dəyişdi, x böyükdür -10. X -10-dan böyükdürsə, bu bərabərsizliyin həllər çoxluğu olur, -10-dan müsbət sonsuzluğa. Bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti. İki və daha artıq bərabərsizliyin daxil olduğu sistemdən söhbət gedir. Bərabərsizliklər sistemi tənliklər sistemi kimi deyil. Yəni, biz tənliklər sistemində hər iki tənliyin ortaq kökünü axtarırıq. Əslində, burada da ortaq həlli aralığını axtarırıq. Amma bunun üçün hərəsini ayrı-ayrıqda həll edirik. Yəni, burada olsa iki dəyişənli deyil, orada iki dəyişənli idi deyə biz onları ödəyən iki dənə dəyişən axtarırıq. Amma bərabərsizliklər sistemini həll etmək o deməkdir ki, bu bərabərsizliyə daxil olan bərabərsizliklərin, bu iki dənə də ola bilər, bizdə əsasən iki dənədir, üç dənə və s. də olsun, fərqi yoxdur. Biz həmin bərabərsizliklərin ortaq həll çoxluğunu araşdırırıq. Məsələn, bizə bu bərabərsizliklər sistemini həll etdikdə hər iki bərabərsizliyi ayrı-ayrıqda həll edib, bunların həllər çoxluğunun ortaq hissəsini, yəni kəsişməsini götürməliyik.
Tutaq ki, buradan alınır 2x kiçikdir 7, x kiçikdir 3/5. Yəni, mənfi sonsuzluqdan 3/5 aralığı. İkinci bərabərsizliyi ayrıca olaraq həll edirəm. Keçirtdim məlumlar, məhsullar. Oradan alındı 3x böyükdür -12, x də böyükdür -4. Burada işarət dəyişməli, çünki biz 3-ə bölürük. Yəni, bəzən uşaqlar bunu qarışdırır. Biz burada 3-ə böldüyümüz üçün işarə dəyişmir. Yekunda isə biz bu iki aralığın kəsişməsini, yəni ortaq hissəsini tapmalıyıq. Bizdə biri mənfi sonsuzluqdan 3/5-ə kimidir. Digəri isə -4-dən müsbət sonsuzdadır. Yəni, bu ikisinin kəsişməsi olan aralıq bizdə olur -4-dən 3/15-ə. Yəni, bu iki bərabərsizliyin ortaq həllər çoxluğu bu olmuş olur. Yəni, biz bərabərsizlik sistemində onların hər ikisini ödəyən ortaq aralıq axtarırıq. Amma heyətdə, bərabərsizliklər heyəti. Bərabərsizliklər heyətini həll etdikdə isə biz hər hansı, yəni onların hər hansısa birinə daxil olan həllər çoxluğunu axtarırıq. Yəni, həllər çoxluğunun birləşməsini axtarırıq. Yəni, tapdığımız həll ikisini ödəmək məcburiyyətində deyil. Onlardan hər hansı birini ödəməsi kifayət edir. Deməli, bu bərabərsizlər heyətini həll etmək üçün oradakı hər bir bərabərsizliyi ayrı-ayrılıqda həll edirik. X kiçik bərabər 8. O birisini həll edək. 3x minus x böyükdür 11 plus 4. 2x böyükdür 15. X böyükdür 7/5. İndi, bunun həllər çoxluğu mənfi sonsuzluqdan 8-ə qədər idi. Bunun həllər çoxluğu 7/5-dən müsbət sonsuzluğa idi. Biz bu həllər çoxluğunun birləşməsini tapmalıyıq. Bunların da birləşməsi olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Yəni, bu iki həllin birləşməsi bizə bunu verir. Bu, deməli, bərabərsizliklər heyətinin biz modullu bərabərsizliklərdə əsasən tətbiq edirik. Modullu bərabərsizliklər dərsində yenə buna toxunacaq. Yəni, biz bunu bilməliyik ki, orada da tətbiq edəndə doğru şəkildə həll edək. Sistemdə həll edib kəsişməsini axtarırıq. Mən indi göstərdiyim nümunələr xətti bərabərsizliyə aiddir. Amma bunun biri xətti, biri kvadrat bərabərsizliyi və yaxud hər ikisi kvadrat bərabərsizliyi ola bilər, fərqi yoxdur. Yəni, bizim bərabərsizliklər sistemindəki məqsədimiz hər iki bərabərsizliyi həll etdikdən sonra onların ortaq həllini, yəni onların həllər çoxluğunun kəsişməsini tapmalıdır. Amma heyəti həll edədikdə isə biz onların həllər çoxluğunun birləşməsini axtarırıq. Yəni, o birləşməyə daxil olan ədəd bunu da ödəyə bilər, bunu da ödəyə bilər və yaxud hər ikisini də ödəyə bilər, fərqi yoxdur. Yəni, biz orada birləşmə axtarırıq artıq. Sonra, kvadrat bərabərsizliklər və intervallar üsulu. Bunlar nə idi? Kvadrat bərabərsizlik dediyimiz ax kvadratı üstə gəl bx plus c böyükdür 0 və yaxud ax kvadratı üstə gəl bx plus c böyükdür, bərabərdir 0. Ax kvadratı üstə gəl bx üstə gəl c kiçikdir 0 və yaxud ax kvadratı üstə gəl bx üstə gəl c kiçik bərabərdir 0 şəklində olan bərabərsizliklərə deyirlər kvadrat bərabərsizliklər. Bu bərabərsizliyin əsas həll üsulu paraboladan keçir əslində. Yəni, biz bunları intervallar üsulu ilə də həll edə bilirik onsuz da. Diskriminant müsbət və ya 0 olduğu, yəni kökü olduğu halları biz intervallar üsulunda həll edə bilirik. Amma diskriminantın mənfi olduğu halların həllini anlaya bilməyimiz üçün bizə kvadrat funksiyanın qrafikini görə bilmək lazımdır. Burada 6 dənə müxtəlif hal mümkün olur. Niyə 6 dənə hal? Hardan çıxır bunlar? Birinci hal, A müsbət, diskriminant müsbət olarsa. Diskriminant müsbət olarsa, parabolanı yana salsaq, deməli həmin parabola absis oxunu iki müxtəlif nöqtədə kəsir. A-nın müsbət olması isə bu parabolanın qollarını yuxarı olduğunu göstərir. Yəni, tutaq ki, bizim parabola x oxu ilə bu iki nöqtədə kəsişilir. Grafikin x oxundan yuxarıda olduğu hissədə funksiya, yəni bu biz y-i buna bərabər edirik də. Yəni, bu funksiya müsbət qiymətləri aldığı üçün, yuxarıda olduğu hissələrdə, aşağıda olduğu hissələrdə mənfi qiymət aldığını nəzərə alsaq, yəni biz buradan y oxunu silə bilərik,
Onda belə çıxır ki, biz birinci bərabərsizliyi həll edəndə nə axtarırıq? X-in hansı qiymətlərində bu ifadə müsbət alar? X-in müsbət qiymət, yəni o ifadənin müsbət qiymət alması üçün X-in qiymətləri ya X1-dən kiçik ədədlər olmalıdır, ya da X2-dən böyük qiymətlər almalıdır. Yəni, aralıq olurdu mənfi sonsuzluqdan X1-ə birləşir X2-dən müsbət sonsuzluğa. Yəni, o bərabərsizliyin bu şərtlər daxilindəki həlli olurdu bu. Əgər yox bizdən böyük bərabər olduğunu soruşursa, bu zaman həmin o nöqtələr də daxil olmaqla götürülürdü. Çünki o nöqtələrdə funksiyanın qiyməti sıfıra çevrilirdi. Üçüncüdə deyir ki, hansı qiymətlərdə bu mənfi olar? Mənfi olması üçün köklərin arasında qiymət almalıdır. Yəni, bu aralığa düşən istənilən qiymətdə, yəni biz X-ə buralardan hansı qiyməti verirsə verək, həmin hissədə Y-in qiymətləri mənfi olur. Yəni, həmin o bərabərsizliyin qiyməti mənfi olur. Dördüncüdə isə bizə mənfi və ya sıfır aldığı hissəni soruşduğu üçün olur bu. Yəni, bunu bu şəkildə anlamaq mümkündür. Bunu belə bilməyə də məcbursuz, yəni kvadrat bərabərsizliyin həllinin parabola ilə əlaqəsini bilə bilməlisiniz. Hansı halda, hansı şərtlər daxilində, hansı bərabərsizliyin həlli niyə, necə olur? Bunu anlamalısınız. Və görməlisiniz ki, kvadrat bərabərsizliyin həllər çoxluğunda gördüyünüz ədədlər o kvadrat bərabərsizliyin kökləridir. Bunu buraxılış imtahanında bir sual var idi, yenə də ondan nümunə göstərəm. Orada uşaq onu bilməyəndə ilişib qalır ki, bunun nə əlaqəsi var bununla? İndi nümunələ göstərəcəm. Bəli. Deməli, ən aşağısı, ən kiçik qiymət edir. O keçirir, ən kiçik qiymət, ən böyük qiymət. İndi onun ən aşağısı, ən kiçik qiymət edir. Bəli. Təpə nöqtəsi. Amma buranın onunla əlaqəsi yoxdur. Bəli, dediyim kimi. A müsbət diskriminant sıfır olarsa, A-nın müsbət olması parabolanın qollarının yuxarı olması, diskriminantının sıfır olması isə bu parabolanın absisokuna sadəcə bir nöqtədə toxunması deməkdir. Yəni, o tənliyin bir kök olduğunu göstərir. Yəni, bu da o deməkdir ki, bu parabola x toxunan aşağı düşmədiyi üçün mənfi qiymət ala bilmir. Ya müsbət, ya da sıfır alır. Ona görə birinci bərabərsizliyin həlli olur mənfi sonsuzluqdan x1-ə, x1-dən müsbət sonsuzluğa. Çünki bizə soruşur ki, bu nə vaxt müsbət qiymətlər alır? X1-dən başqa nə qoysan, müsbət olur. İkincide deyir ki, bu nə zaman müsbət və ya sıfır alır? Bütün qiymətlərdə. Daha o nöqtəni daxil edəndə bütün aralıq alındı. Üçüncüdə soruşur ki, nə zaman mənfi qiymətlər alır? Heç bir zaman. Çünki bu qrafik x oxudan aşağı düşməyibdir. Dördüncüdə soruşur ki, bu funksiya nə zaman mənfi qiymətlər və ya sıfır alır? Mənfi qiymətlər ala bilmir, amma həmin o nöqtədə sıfır aldığı üçün bu bərabərsizlik ödəyən bir dənə nöqtə var. Üçüncü hal, diskriminantın mənfi olmasıdır. Diskriminant mənfi olduqda, yəni A müsbət diskriminant mənfi olarsa, bu deməkdir ki, bizim parabola x oxu ilə heç bir ortaq nöqtəyə malik deyil. X oxu ilə heç bir ortaq nöqtəyə malik deyil və x oxundan yuxarıda yerləşibsə, yalnız müsbət qiymətlər alır. Yəni, birinci və ikinci bərabərsizliklərin həlli mənfi sonsuzluqdan müsbət sonsuzluğa, üçüncü və dördüncü bərabərsizliklərin həlli isə boş çoluq olur. Çünki bunun mənfi və ya sıfır alması mümkün deyil. Bu, ikincidə mənfi sonsuzluq, müsbət sonsuzluq olmasının səbəbi bütün qiymətlərdə müsbət olmasıdır. Yəni, sıfıra çevirən qiyməti yoxdur. Sadəcə, nə qoyursa qoyar, müsbət olur. Bu üç halın bir də A mənfi olanlarını bunun əksinə düşünərək tətbiq etmək mümkündür. Yəni, qolları aşağı olan parabol üzərində eyni şeylər dedik. Onları mən bir də saymıram. Məsələn, indi biz tutaq ki, biz kvadrat bərabərsizliyi həll eləmək istəyirik. X kvadrat minus 4x üstə gəl 3 böyükdür 0. Biz başa düşürük ki, bunu sıfıra çevirən qiymətlər hansılardır? 1 ilə 3'dür. Bu deməkdir ki, bu parabola 1 ilə 3'də x oxunu kəsir. Deməli, qolları da yuxarıdır. Bizə müsbət qiymət aldığını istədiyi üçün mənfi sonsuzluqdan 1-ə, 3-dən müsbət sonsuzluğa. Aydın mı? A mənfi olsa biz bir dənə olsa misalda mənfiyə vurub canımızı qutaracaq. Məsələn, x kvadratı, belə deyək, mənfi x kvadratı minus 5x plus 6 kiçik bərabər 0-dır tutaq ki. Mən bunu bir dənə mənfiyə vuraram. X kvadratı üstə gəl 5x minus 6
Böyük bərabər 0 yazarıq. Diskriminantı müsbətdə də bunun kökləri var. Kökləri hansı ədədlərdir? 3, 2. Yaxşı fikirləş. Mənfi 6 ilə 1. Bu deməkdir ki, biz artıq buna baxırıq. Çünki onu mənfiyə vurub buna əldə eləmişik. Bizim parabola x oxunu 2 nöqtədə kəsir. Mənfi 6-da və 1-də. Bu kənarlarda müsbətdir, ortada mənfidir. Bizə lazımdır bunu müsbət edən və sıfıra çevirənlər. Yəni, mənfi sonsuzluqdan mənfi 6-ya qapalı ilə. Birdən də müsbət sonsuzluğa. Bu olur bu bərabərsizliyin həlli tutaq ki. Və yaxud x kvadratı plus 4x plus 4 kiçikdir, bərabərdir 0. Ümumiyyətlə, diskriminantı 0 olan kvadrat üçədli, ikədlinin tam kvadratıdır. Yəni, a plus və a minus b-nin kvadratını atışıdır. Buradakı kimi. Bu nədir? X plus 2-nin kvadratıdır. O sonra diskriminantın 0 eləyir, diskriminantın tabanı 0 eləyir və onun 2 bərabər kökü var, yəni 1 kökü var. O da neçədir? Mənfi 2-dir. Bu deməkdir ki, bu parabola apsis oxuna bir nöqtədə toxunur. Mənfi 2-dən. Mənfi 2-dən başqa nə qoyursansa qoy müsbət edir. Mənfi eləməsi mümkün deyil. Bir dənə mənfi 2-ni qoyanda nə edir? 0 edir. Ona görə bu bərabərsizliyin həllər çoxluğu bir dənə ədəddir. O da mənfi 2-dir. Yəni, başqa bir həlli yoxdur. Məsələn, bayaq dediyim misal var idi. Buraxılış imtihana düşmüşdü. Deyirdi ki, x kvadratı üstə gəlinsin 2b minus 1 vurulsun x üstə gəl 3c minus 4 kiçikdir 0 bərabərsizliyinin həllər çoxluğu mənfi bir 7 aralığı olarsa b plus c cəmini tapın. Məsələn, belə bir misal verildir. Deyir, o bərabərsizliyin həllər çoxluğu bu olarsa b plus c cəmini tapın. Şagird başa düşməlidir ki, kvadrat bərabərsizliyin həllər çoxluğunu göstərən bu iki ədəd həmin kvadrat tənliyin köklərindən başqa bir şey deyil. Yəni, bu kvadrat tənliyin köklərinin birinin mənfi 1, digərinin 7 olduğunu demək istəyir bizə. Sistem olsa baxırda. Yox, daha rahat yanaşaqda bir yerdən yanaşaq. Biz bilirik ki, köklərin cəmi, yəni bunların cəmi 6 edir, onun əksinə bərabərdir. Yəni, o 6-ya bərabərdir. Köklərin hasili də sərbəst həddə bərabərdir. Yəni, elə də demək olardı. Mənfi 1 qoyaq yerinə, 7-ni qoyaq, ikisini 0-a bərabər eləyək, kvadrat tənlər sistemi həll eləyək. İndi buradan 2b bərabərdir, mənfi 5, b bərabərdir, tutaq ki, mənfi 2 onda 5. Buradan da 3c bərabər, mənfi 3, c də bərabərdir, mənfi 1 oldu, b üstə gəl, c-ni də toplayıb, mənfi 3 onda 5 yazılır. Yəni, başa düşməliyik ki, kvadrat bərabərsizliyin həllər çoxluğunu belə yox, məsələn, böyüklə verib belə də yazsaydı, yenə biz başa düşürdük ki, 7 ilə mənfi 1, yəni bunun yerində böyükdür yaza bilər. 7 ilə mənfi 1 o kvadrat tənliyin kökləridir. Bunu anlamalıyıq. Gələk intervallar üsuluna. İntervallar üsulu daha yüksək dərəcəli, yəni onsuz da kvadrat bərabərsizləri bu üsulundan işləyə bilirik. Amma kvadrat bərabərsizlikləri də intervallar üsulundan işləmək olar. Daha yüksək dərəcəli bərabərsizlikləri vurğulara ayıraraq, o vurğuları sıfıra çevirən qiymətlərdən yararlanaraq həll edirik. Məsələn, x vurulsun x minus 1, x plus 3, tutaq ki, böyükdür 0. İntervallar üsulunu tətbiq etmək üçün hər bir vurğu sıfıra çevirən ədəd tapılır. Böyüdür, kiçikdir eləmirəm. Hər birini sıfıra bərabər edirəm. Sonra həmin nöqtələri ədəd oxu üzərində qeyd edirəm. Mənfi 3, 0, 1, bölürük intervallara, yəni aralıqlara. Həmin aralıqlarda bu ifadənin işarəsini müəyyənləmək üçün sınaq nöqtələrindən istifadə edirdik. Məsələn, birdən böyük bir ədəd 2. 2-ni qoyduqda müsbət, müsbət, müsbət. 3 dənə müsbəti bir-birinə vuranda müsbət. Əgər bunların heç birinin üstündə cüt dərəcəli qüvvət yoxdursa, bu ardıcıllıq pozulmur. Cüt dərəcə qüvvət olanda qoşa kök əmələ gəlir deyənə işarə ardıcıllığı pozulur. Amma hamısının üstü tək dərəcəli qüvvətsə vurğuların, bu zaman birini tapandan sonra işarənin sırası ilə dəyişə-dəyişə gedirik. Yoxlaya bilərsiniz. Bizə burada müsbət aralıqlar lazımdır deyə, mənfi 3-dən 0-a, 1-dən müsbət sonsuzluğa yazırıq. Amma məsələn, tutaq ki, məndə x minus 3-ün kvadratı vurulsun x plus 5. Kiçikdir 0 şəklində bir bərabərsizlik var. Bunu 0-a çevirən ədəd 3-dür, bunu 0-a çevirən ədəd mənfi 5-dir.
mənfi 5, 3 qeyd etdim. 4'ü qoyuram yerinə. Müsbət, müsbət. Bu müsbət, bu müsbət, bu mənfi. Cüt dərəcəli qüvvətdən tapdığımız sıfırın sağı və solu eyni işarə olur. Demirəm, amma sağ və solu müsbət olur. Sağı və solu eyni işarə olur. Bunu müsbət tapmışam, bu müsbət, bu mənfi gələcək. Mənə burada nə lazımdır? Mənfi aralıq. Onsuz müsbət olmalı, dəyər müsbət. Hı? Dəyər onsuz müsbət olmalı. Nə deyirsən? Başa düşmədim. Cümləni tam olaraq başa düşmədiyim üçün deyirəm nə deyirsən. 2 dənə plus qoyduq, dəyər sonra 2 dənə mənfi oldu. Sən də deyirsən necə olar? 2 kvadratın altı oldu. İndi x-ə ver 8. Üstən yoxlayaq, 4 qoyaq. Müsbət, mənfi. İstəyirsən 0 qoyaq. Müsbət, mənfi. Cüt dərəcəli qüvvətdən tapdığın kökün sağı və solu eyni işarəli olur. Mənfi, müsbət yazdıq, mənfi. Bu şey cüt dərəcəsi sağı solu eyni olmalıdır. Aydın mı? Yəni sırasına görədir. Buradakı müsbət idi. Bu cüt dərəcəlisə o tərəfdən də eyni işarə keçir. Aydın mı? Bunu demək istəyirəm. Burada da bizə mənfi aralıq lazımdır deyən, mənfi sonsuzluqdan 1-ə, 1-dən 7-yə. Daha 1-də qarışdıra bilmirik işin içinə. Amma burada bərabərlik olsaydı, ona cavab nə olardı? Düz bura qədər. Yəni, ona diqqət eləməliyik, o bərabərlik işarəsinin var olub olmamasına. Bəs yaxşı, burada ümumiyyətlə böyük böyüdür 0 olsaydı, hatta ki bu bərabərsizlikdə böyüdür 0 istəyir bizdən. Onda bəli, 7-dən mən sonsuzluğa. 7-dən müsbət sonsuzluq demək istəyirsən, inanıram ki. Müsbət. Hə, müsbət əməl məşqisi olur da. 7-dən müsbət sonsuzluğa. Düzdür? Bəs yaxşı, böyük bərabər olsaydı, Daxil olmaqla müsbət sonsuzluq. səhvdir. 1-də 1. Hə, 1. Çünki 1 onu müsbət etməsə də 0-a çevirən ədəddir. Bəli. Yəni 1-i qoyanda hasil 0 edir. Bizə də deyir ki, bunu müsbət edəmə 0-a çevirənləri tap. Aydın mı? Ona görə ona baxmalıyıq. Rasional bərabərsizlikləri də biz intervallar üsulu ilə həll edirdik. Rasional bərabərsizlik dedikdə məxrəcində dəyişəni olan bərabərsizliklər nəzərdə tuturduq. Biz bunu həll eləmək üçün yenə sürət və məxrəci 0-a çevirən ədədləri tapırıq. Amma nəzərimizdə saxlayırıq ki, məxrəc 0 ola bilməz. Mənfi 2, bəli. Deməli, bunu 0-a çevirən ədədlərimiz 3-dən mənfi 2 idi. Ədəd oxunu çəkirik. Bu nöqtələri qeyd edirik. Məxrəcdəkini olmasa da o birisini bərabərliyə görə daxildir götürməliyik. Çünki kəsirin qiyməti o zaman 0 olur ki, sürəti 0 olsun. Böldük aralıqlara. 4-ü götürsək, yerinə qoyanda müsbət, mənfi, müsbət. Bizə nə lazımdır? Mənfi və 0 eləyənlər. Yəni, mənfi 2-dən 3-ə bu şəkildə olur yarım interval. Fərqi yoxdur. Belə bir misala baxaq. Tutaq ki, məxrəcində məsələn, belə bir sual verir. Biz bunu həll edəndə çarpaz vura bilmərik. Niyə vura bilmərik? Çünki biz x-2-nin mənfi və ya müsbət olduğunu bilmirik. X-in yerinə elə ədədlər var ki, onları yazsam müsbət eləyər, elə ədədlər var ki, yazsam məxrəc mənfi eləyər. Bəli, ona görə biri keçirdi bu tərəfə, bu tip sualları ortaq məxrəcə gətirməklə həll edirik. X plus 1 minus x plus 2. Lap mən bura bir dənə də 2x yazım. İstər geri ədədləri, prosta mən getməyini istəmirdim. Oradan qaldı x plus 3, x minus 2. Oradakına bənzər bir şey çıxdı ortaya. Köklərini tapırıq. Onsuz da ikisinin də içi boşdur. Mənfi 3 ilə 2-ni tapdıq, qeyd etdik. Müsbət, mənfi, müsbət. Bizə lazımdır müsbət olanlar. Seçirik bu 2 aralığı. Bəli, mənfi sonsuzdan mənfi 3-ə, 2-dən müsbət sonsuzluğa. Yəni biz onu o şəkildə seçirik. Orada başqa bir şey qalmadı. Kvadrat bərabərsizlik və s.